Diqqət, diqqət! Danışır Xalq Jurnalistikası. Salam, axşamınız xeyir. Space Nefrində son xəbər. Studiyada Elvin Basqallıdır. Getməyin, getməyin, getməyin. Bu ölkələrə getməyin. Xarici İşlər Nazirliyi vətəndaşlara müraciət edərək xarici ölkələrə səfər zamanı təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirməyə çağırıb. Xarici İşlər Nazirliyi bildirir ki, mövcud beynəlxalq təhlükəsizlik mühitində artan gərginlik, eləcə də Ukrayna və yaxın şərqdə davam edən silahlı münaqişələr beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalır. Qeyd olunub ki, münaqişə zonalarında və ya həmin ərazilərə yaxın bölgələrdə olan Azərbaycan vətəndaşlarının silahlı toqquşmaları və hərbi əməliyyatlar nəticəsində həlak olması və ya müxtəlif dərəcəli bədən xəsarətləri alması halları qeydə alınır. Bu isə belə ərazilərdə təhlükəsizlik risklərinin son dərəcə yüksək olduğunu göstərir. Nazirlik vətəndaşlara xarici ölkələrə səfər etməzdən əvvəl təhlükəsizlik vəziyyətini diqqətlə qiymətləndirməyi, rəsmi dövlət qurumlarının xəbərdarlıq və tövsiyələrini nəzərə almağı, həmçinin münaqişə və hərbi əməliyyatların aparıldığı ərazilərə səfərlərdən çəkinməyi tövsiyə edir. İyulun 1-dən etibarən Bakı kart kartlarının satış qiyməti 2 manatdan 3 manata dəyişdiriləcək. Qeyd edək ki, Bakı kart kartları 2015-ci ildən etibarən sərnişinlərin istifadəsinə təqdim olunub və ötən müddət ərzində kartın satış qiymətində dəyişiklik edilməyib. Bu dövr ərzində kart istehsalı, texniki xidmət, logistika və infrastruktur xərclərində baş verən artımlar nəzərə alınaraq qiymətə yenidən baxılıb. Azərbaycanda vətəndaşlar pensiya, əmək haqqı və sosial ödənişləri istədikləri bank vasitəsilə almaq imkanı əldə edəcəklər. Bu barədə Azərbaycan Mərkəzi Bankının ödəniş sistemləri administratoru Tofiq Acırqayev bildirib. Onun sözlərinə görə bu layihə məcburi xarakter daşımır və bu yanaşma vətəndaşlara öz banklarını sərbəst seçmə imkanı verəcək. Xəbərin sonu yoxdur, son ünvanı var. Space TV-nin son xəbəri. Güclü yağış nəticəsində Şəkinin Böyükdəhnə kəndində yolun hərəkət hissəsi tamamilə dağılıb. Nəqliyyatın hərəkət etməsi mümkünsüzləşib. Kənd sakini son xəbər vasitəsilə müraciət edərək problemin aradan qaldırılmasını xahiş edir. Quba sakini isə Talış kəndə gedən yoldan şikayətlənib. Onun sözlərinə görə aramsız yağan yağışlar 1 kilometrdən çox məsafəni keçilməz edib. O, aidiyyatı qurumlardan kömək istəyir. Bura Quba rayonunun Talış kəndinə gedən yoldur. Burada 1 kilometr 200 metr məsafə olar ya olmaz. Bizim bu yol pasiyanla bağlı olur. Aidiyyatı qurumlardan xahiş edirik ki, bizi üçün bu yola bir tədbir görsünlər. Göydən 2 dənə damcı yerləşən kimi yolumuz bağlanır, xəstəmiz, məktəbə gedənimiz, imtahana gedənimiz hamısı bu yollarda qalırlar. Bu gecikmələr olur. Niyə bu yola baxmırlar? 051 583 2408 bu bizim qaynar xəttimizdir. WhatsApp nömrəmizdir. İşıqlandırılmasını istədiyiniz mövzularla bağlı günün 24 saatı yaza və video göndərə bilərsiniz. Biz işıqlandırırıq. Salyan sakini də yollardan şikayət edir. Yolda icazə verilən sürət həddi saatda 50 km olmasına baxmayaraq sürücülər saatda 10 km sürətlə hərəkət etməyə məcbur qalıblar. Deməli, bura Salyanın yollarıdır. Rayon daxili bütün yollar bu vəziyyətdədir. Hələ bundan da pisdir. Mən məcburam, sürətim 10-landır. Ondan artıq sürə bilmirəm. Çünki artıq maşın əldən gedir. Və burada da nə qədər adam bu vəziyyətdə gedib gəlirlər. Nə bilim, bax belədir vəziyyət. Salyanda belə vəziyyət. Baxın, hələ bu yaxşı bir haldır məncə. Yolun içi, yəni rayonun içi bu vəziyyətdədir. Bir ildir gözləyirlər, vəd verilib deyirlər, qalıb işin icrası. Tovuz rayon sakini Çeşməli kəndində olan yolların hazırki durumundan, asfaltın olmamasından şikayət edir. Bəzi kənd yerlərində hələ də köhnəlmiş və təhlükəli elektrik xətləri var ki, bu da birbaşa həyati təhlükə deməkdir. Kürdəmirin Mollakənd sakini birbaş iri buynuzlu heyvanının elektrik vurması nəticəsində tələf olduğunu deyir və qurumdan təzminat istəyir.
051 583 2408 elə siz də sizi maraqlandıran və narahat edən məsələlərlə bağlı video çəkiliş edib bizə göndərin. Biz də bütün Azərbaycana sizin problemi və sizi narahat edən məsələni nümayiş edək. Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsinin sakini qaynar xəttimizə müraciət edərək bildirir ki, sahibsiz itlər bloklarının önündə gecələyir. Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsi. Bloklarda itlər. Bakıda daha bir təəccüblü anlar yaşanıb. Qadın hərəkətdə olan avtomobilin üzərində uzanıb. Qeyri-adekvat davranan qadınla bağlı polis tədbir görüb. Məlum olub ki, 45 yaşlı qadın psixi sağlamlıqla bağlı qeydiyyatdadır və ailə nəzarətindən çıxaraq yola çıxıb. Hazırda onun ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində tədbirlər görülür. Özünü dəli adlandıran, sürdüyü Qalinvaginlə başqa maşını əzən sürücü ötən gün sosial medianın gündəmini zəbt etmişdi. İndi isə hərəkətinə görə polisə cavab verir. Özü polis şöbəsinə, maşını isə cərimə meydançasına göndərilib. Sürücü barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür və gəlin həmin hadisəni xatırlayaq. Qarı üstümə gəl. Üstümə niyə sürürsən? Çox səhv edirsən. Sən də geçinə məşğul. Sən də ağıllı. Sür. Sür də elə. Sür də elə. Sür. Qarı sür də təhaldə. Xəstəsən sən? Yaxşı, alasan sağ ol. Özü öz dili ilə deyir ki, xəstəyəm. İndi görək polisə nə cavab verəcək. Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi avtomobildə 73 kiloqram narkotik vasitə aşkarlayıb. Əməliyyat çəkilişini sizə təqdim edirik. Masallı rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçirilib. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş 43 yaşlı Cavad Qasımov saxlanılıb. Onun üzərindən və yaşadığı ünvandan ümumilikdə 7 kiloqramdan artıq marixuana aşkarlanıb götürülüb. Faktla bağlı cinayət işi başlanıb. Bakıda səhər saatlarında hərəkətdə olan minik avtomobilində qəfil yanğın baş verib. Hadisə paytaxtın Heydər Əliyev prospektində qeydə alınıb. Paytaxtın Sabunçu rayonunun Pirşağı qəsəbəsində ağır yol qəzası olub. Hadisə zamanı Kia və Nissan markalı avtomobillər toqquşub. Nəticədə 2 nəfər ağır xəsarət alıb. Yaralılar avtomobildən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının köməyi ilə çıxarılıb. Bərdədə baş verən ağır yol qəzası isə ölümlə nəticələnib. Soğanverdilər kəndi ərazisində hərəkətdə olan Toyota Prius markalı minik avtomobili idarə etmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb və qəza nəticəsində avtomobildə sərnişin qismində olan Ağdam sakini hərbçi Orxan Əliyev hadisə yerində həyatını itirib. Hadisə zamanı daha bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, yaralılar təcili tibbi yardım briqadalarının köməyi ilə Bərdə diaqnostika mərkəzinə çatdırılıb və onlara zəruri tibbi yardım göstərilib. Gəncədəki yol qəzasında isə 3 nəfər yaralanıb. Kia markalı avtomobil Vaz 2107 markalı maşınla toqquşub. Yaralılar xəstəxanalardan birinə yerləşdirilib, faktla bağlı araşdırma başlanılıb. Turanın axtarışları hələ də davam edir. İyunun 7-si Araz çayının İmişli rayonu Rəsullu kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 17 yaşlı Turan Mirağa oğlunun axtarışları
davam etdirilir. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilir ki, Nazirliyin xüsusi riskli xilas etmə və kiçik həcmli gəmilərə nəzarət və sularda xilas etmə dövlət xidmətlərinin qüvvələri tərəfindən axtarışlar vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir. (051 583 2408) bu bizim qaynar xəttimizdir, WhatsApp nömrəmizdir. Telefonunuza qeyd edin son xəbər olaraq və sizi maraqlandıran, sizi narahat edən məsələlərlə bağlı gün istənilən vaxtı WhatsAppda yaza və ya video göndərə bilərsiniz. Necə ki, bunu digər bir vətəndaş etdi. Evin içinə yağış yağır. Yaxın vaxtlarda bina təmir olunmasa evə qar da yağa bilər. Sumqayıtda yaşayış binası elə bir vəziyyətdədir ki, uçmadığına şükür etmək lazımdır. Amma gəl ki, hər tərəfindən su damır. Su içində. Bu çöksə, uşaqlar bir dənə uşaq keçsə buradan. Bir dənə buradan bir dənə uşağın başına düşsə, yəni heç kim qaldı deyil. Digər Bakı sakini isə bizə ona gələn cərimədən şikayətini bildirir. Babək prospektinə daxil olan sürücü avtobus yolunda qırıq-qırıq xəttin olmasına baxmayaraq ona haqsız cərimə gəldiyini qeyd edir. Salam əleykum, bu UPD yoludur. UPD yolundan bax bu Babək prospektində çıxışdır. Bax burada 722 avtobus xəttidir, amma qırıq-qırıqdır. Bax burada məni 100 manat 2 bal çəkib, bax bu qırıq-qırıqdan. Sizdən artıq tezə xahiş edirəm, bunu işlandırmanızı xahiş edirəm. Şəki sakini isə Şin kəndində işıq probleminin olmasından şikayətlənir. Evinin közərən lampasını lenti alıb bizə göstərir. Onun sözlərinə görə kənddə aidiyyatı qurumlar kabelləşmənin olacağını vəd etsələr də illərdir heç nə dəyişməyib. Nə kabelləşmə var, nə də elektrik transformatı qoyulub. Əgər bu elektriklə onlar son xəbərə baxa bilirlərsə, afərin. Və ümid edirəm ki, problemləri də aradan qalxacaq. Lənkəran şəhərinin Əliağa Vahid küçəsində məişət tullantılarının vaxtında daşınmır. Havalar isindikcə isə üfunət göyə ucalır. Sosial mediada yayılan görüntüləri təqdim edirik. Yolda halı pisləşən sürücü polislərin köməyi ilə xəstəxanaya çatdırıldı. Halı pisləşən xəstə Şəmkir rayon mərkəzi xəstəxanasına aparılıb. Daha sonra yaxınlarına onunla bağlı məlumat verilib. Oturun biz qoy maşından aparın. Kuzun 380 kilometrdə sürücü özünü pis elədi. Bizdən kömək istədilər. Mərkəzi xəstəxanaya yaxınlaşır Şəmkir rayon. Xəbərin sonu yoxdur. Son ünvan var. Space televiziyasında son xəbər və son dəqiqə məlumatları nəzərinizə çatdırırıq. Son 2 gündə Qəbələnin Laza kəndinə yağan aramsız leysan yağışları yaşayış məntəqəsinə gedən avtomobil yoluna ciddi ziyan vurub. Qəbələnin Dəmiraparan çayından keçən güclü sel yolun bir hissəsini tamamilə yararsız vəziyyətə salıb. Qəbələ su meliorasiya sistemlərinin istismarı əməkdaşları əraziyə baxış keçirib. Yaranmış problemin qısa zamanda aradan qaldırılması istiqamətində tədbirlər görülür. Madison Square Garden'da keçirilən New York Knicks San Antonio Spurs qarşılaşmasından əvvəl Trump'ın görüntüsü dövlət himni səsləndirilərkən nəhəng ekranda nümayiş etdirilib. Və bu zaman arenada yüksək səsli fit səsləri eşidilib.
Zaqatala və Qax rayonlarından paylaşılan videoda ayların təbii mühitdə gündəlik həyat əks olunub. İlisu Milli Parkından möhtəşəm görüntüləri izlədik. Hazırda isə Şahbuz rayonunun Küşü kəndinə dolu yağır. Bəli, xəbərin sonu yoxdur. Ən son ünvanı var. Space televiziyasında son xəbər 051 583 24 08 qaynar xəttimizdir. Sizi maraqlandıran, narahat edən məsələlərlə bağlı video çəkiliş edib 24 saat ərzində bizə göndərə bilərsiniz. Xəbər ziyafətimiz yekunlaşdı. Yenidən görüşərik, vədimizə sadiq olaq.